Almanyada bu həftə tətil idi. Əslində həm keçən, həm də bu həftə. 4 gün boş vaxtımız var idi və düşünürdük, hara gedək. İtaliya fikirləşdik, başqa ölkələr də ağlımıza gəldi. Sonra qərar verdik ki, elə olduğumuz yerin həzzini çıxardıq. Çünki biz Almaniyanın cənubunda yaşayırıq, ən çox günəş olan bölgələrdən birində və bura həqiqətən çox gözəldir. Bodense gölü, uzaqdan görünən Alp dağları. Amma nədənsə insan heç vaxt olduğu yerin dəyərini bilmir. Həmişə elə bilir ki, başqa yer daha gözəldir. Bu videonu paylaşmaqda səbəbim isə odur ki, əgər bura gəlmək istəyirsinizsə, sizin üçün kiçik qayd verim. Detalları videonun altında yazacağım, amma burada bir neçə sevdiyim yeri göstərmək istəyirəm. Biz Konstansda yaşayırıq və buradan cəmi 10 dəqiqə göl kənarı ilə gedəndə İsveçrəyə keçirsən. Heç bir yoxlanış yoxdur, sadəcə bir işarə və birdən başqa ölkədəsən. İsveçrədə bizim çox sevdiyimiz bir yer var. Uşaqlar üçün böyük oyun meydançası. Tam pulsuzdur. Heyvanlar var, güllər, çiçəklər, oyun zonaları, mini golf, yayda balaca hovuz da olur. Sonra da sevdiyim başqa bir şey var. Əslində Konstansda da var, amma biz Überlingindəkinə getdik. Termal spa. Açıq hovuzdan Alplara baxmaq sadəcə möhtəşəmdir. Və təbii ki, Mayna adası. Çiçək adası da deyirlər. Əgər Konstansa gəlib ora getməsəniz, nəsə əskik qalacaq. İnsanlar Almaniyanın digər şəhərlərindən 8-9 saat yol gəlib sadəcə bu adanı görürlər. Güllər, təbiət, sakitlik həqiqətən xüsusi bir yerdir. Bir də çox xoş sürpriz oldu. Ulzingində Azərbaycan restoranı açılıb. Çox sevindik, çox bəyəndik, çox məsləhətlidir. Necə acmışdıqsa, sadəcə badımcan salatının şəklini çəkə bildim. Digər yeməkləri tez yedik, amma çox gözəl idi. Belə 4 gün necə keçdiyini anlamadıq. Hava gözəl idi, dostlarımız yanımızda idi və bəzən xoşbəxtlik üçün uzağa getmək lazım deyil. Sadəcə olduğun yeri dəyərini bilmək kifayətdir.